Herkese salam, kanalıma xoş gəlmisiniz. Sizinlə 2 günlük vlog paylaşıram. Bu mənim ad günü vloqumdur. Ad günümdə rayona getdiyimiz üçün bunu vloqlamaq istədim ki, maraqlı olar. Və bir gün öncə çıxdım ki, alış-veriş edəm. Çox da istədiyim kimi bir şeylər tapa bilmədim. Kurtka istəyirdim. Amma yəni istədiyim bir modelde tapa bilmədim. Çox da bir şeylər çəkə bilmədim. Rahat-rahat baxıb gəzmək üçün. Kargomu da götürdüm eve gələrkən və gəldim eve. Bir baxaq belə nə almışam. Neftçilərdən Diva Baku'dan belə bir dəst aldım. Arxası belədir. Əslində belə qaşlı bir şeylər sevmirəm, amma bunu çox sevdim. Sport olduğu üçün mən sport şeyləri çox sevirəm. Üzerimdə də bunu çəkərəm. Və şalvarı da belədir. Bol bir modeldir. Burada bir detalı var. Qiyməti isə 69 azendir. Daha sonra Neftçilər Moldan belə bir kofta aldım. Belə boz rəngdə bir kofta istəyirdim. Belə bol bir model mən sevirəm. Qolları da belə boldur. A kəsim. Biraz uzundur yəni göründüyü kimi. Bunu da çok sevdim. Bunu ise 26 manata aldım. Səhv etmirəmsə. Baxaq bir daha. Aha, 26 manat. Daha sonra burada Yusif'in kargosu var. Bunu açarıq indi. Yusif için kurtka. Bir de kombinezon sipariş etmiştim. En sonunda bunu açarıq. Burada bir de özüm üçün belə bir papaq almışdım. Bunu da Neftçilərdən aldım. Bu ise 13 azine idi. Daha sonra ise burada yoldaşım üçün də paltar aldıq. Belə bir şal var. Sonra böyle bir kofta. Daha sonra ise böyle bir kofta. Bunu ben seçtim. O tip koftalar çoxdur, amma belə o kadar da yoxdur. Hamısı yəni demək olar ki, 3 düymə zamokludur. Mən belə koftalar daha çox sevirəm. Yoldaşım hamısını bir magazindən aldı. Ayrı-ayrı qiymətlərini bilmirəm, amma toplam 145 manat verdi deyəsən. Mən hamısını ayrı-ayrı magazindən almışam, amma o hamısını bir magazindən alıb. Ay, çok büyük olacak Yusuf için bu. 1-2 yaş vurmuştum ama çok büyük, çok. 3-4 yaş için daha uygundu bence bu. Deyəsən bunu geri çevirməyə məcburiyyətində qalacağım. Əslində çox yaxşıdır qış üçün. İşte saxlayar diye düşündüm. Belə bir tükü də var. Amma ki çox böyükdür. Təəssüf. Bu ise böyle bir kombinezondu. Bu da büyüktü aslında ama kombinezon yani o kadar da bir şey olmazdan yani giyindirərəm sonra. Bu ise koftası, ikili dəstiydi. Koftası yaxşıdır. 9-12 aylıq olmuşum ama çok büyüktü.
Əyni geyindirəndə daha yaxşı biləcəm. Əyni geyindirəndə də çəkərəm. Çox da böyük olmadı. Biraz uzun idi. Ayağın iki qat qatlamışam. Yaxşı oldu. Kurtka isə biraz boğuldu, amma məncə belə də yaxşıdır. Onun üçün qaytarmadım. Daha sonra isə salona yazılmışdım. Pedikürlə manikürə. Ora gəlib o işlərimi də həll etdim. Sonra evə qayıdıb çamadan yığmalıydım. Çamadan yığmağı heç sevmirəm, çünki heç yerləşdirə bilmirəm. 2 günlük getsək belə, yəni 2 dənə bavul götürürəm həmişə. Amma bu səfər yəni az götürdüm, çünki özümə az əşya götürdüm. Həmişə özümə çox götürürdüm, ona görə çamadanda yəni 2 dənə olurdu. Yusif üçün biraz çox götürdüm ki, yəni soyuq olar, rayon yeridir. Həmişə Yusifə ayrı bir çanta götürürdüm. Özümüzə isə ayrı çamadan, yəni 2 böyük çamadan özümüzə götürürdüm. Özümüz dediyim, yəni ki, ən çox mənim əşyalarım olurdu orada. Yoldaşıma yəni 2 dəst, maksimum 3 dəst qoyuram da, amma özümü daha çox götürdüm. Sonra da gördüm ki, onları istifadə etmirəm, yenə qaytarıb gətirirəm. Boş-boşuna özümə əziyyət olmuş olur. Amma bu səfər çox az bir şey götürdüm və ancaq geyindiyim şeyləri istifadə etdiklərimi və belə daha rahat olurmuş. Əvvəlcədən yəni kombin edib götürmək, amma mən elə etmirdim. Götürdüm ki, hə bu da lazım olar, bu da lazım olar. Daha sonra isə makyaj vasitələrimi yığdım. Əslində bunlar da lazımsız bir yerə aparmış oluram. Bilə-bilə aparıram. Çünki bir dəfə yəni makyaj gedəndə elədim. İkinci günü isə demək olar ki, etmədim. Təkcə dodaq boyası, bir də qaş sabitləyici. Nəfsi yəni ki, mənim ancaq etdiyim makyaj bu qədərdir. Təsadüfən yəni belə edirəm. Amma yenə də bu prosesi çox sevirəm. Makyaj vasitələrini, aksesuarlarımı yığmağı, paltarları çox sevməsəm. Bu kosmetiçkaya yığdım, amma gördüm ki, bu kiçikdir. Həm də mən aksesuar, bir də bir-iki dərman falan götürəcəm deyə o biri kosmetiçkaya yığacam. Yəni ki, hamısı birində olsa daha yaxşı olar. Həm də bu balacadır, bunun içinə başqa şəxsi əşyalarımı qoyacam. Daha sonra isə aksesuar seçirəm. Sırğalar əslində istədim dəyişəm. Sonra onsuz da saçım açıq qalır deyə, sırğa çox da görsənmir deyə dəyişmədim. Sırğa əslində çox sevirəm. Ən çox da sırğalarım var, amma çox gec dəyişirəm. Yəni saçın altında qalır, görsənmir deyə çox da dəyişmirəm. Üzüklərdən götürəcəm, bir də sep götürəcəm buradan. Bu aksesuar qabım da kiçikdir. Hamısı yerləşmir bu aksesuarlarımın. Burada daha çox istifadə etdiklərimi bura qoyuram. Yəni kiçik olanları, iri olanları isə başqa bir qaba qoymuşam. Onlar işləm olar ki, istifadə etmirəm. Həm də gümüşləri də ayrı yığıram. Gümüşü rəng olanları və gümüş olanları, qızıllarımı da ayrı qoyuram, bura qoymuram. Burada sadəcə qızılı rəngdə olan prostoylardır. Daha sonra isə Pandoramı götürürəm və gümüş rəngdə belə bir saatla taxacağım aksesuar. Bu isə mənim nişan üzüyümdür, yəni qızıldır. Bunu götürürəm. Burada isə dərmanlarımı götürürəm. Səhər içdiyim dərmanlardır bunlar mənim. Daha sonra isə Yusifin krem falan götürürəm. Bişməcə üçün kremlərin, özüm üçün əl krem falan. Əskiləri bura qoyuram, amma sonra onların yerini dəyişəcəm. Burada cızılar deyə başqa yerə qoyacağım onları. Çantamın belə bir cibi var idi. Ora qoydum ki, daha rahat olar. Və qızlar biz yola çıxdıq. Mən deməmişdim hara gedəcəyimizi. Biz Qubaya gedəcəyik. Qubada bir kotec tutmuşuq. Və nəhayət ki, gəlib çatdıq. 2 saatlıq yol idi. Mən maşında yata bilmirəm deyə mənə uzun yollar çox yəni çətin gəlir. Belə bir salona gəldim saçlarımı fenlətdirməyə. Çünki fenim yanmışdı. Ona görə yəni saçlarım bu vəziyyətdə gedə bilməzdim. Kotecin giriş vaxtı saat 2-də idi. Biz də çox tez getdiyimiz üçün
Daha getmədik oraya. Qusara gəldik. Qusarda bu restoranda bir dəfə olmuşduq. Xıdır Qusar. Buranı çox sevirik. Yəni yaxşıdır. Yeməkləri də restoran, yəni özü də seliqası falan da çox yaxşıdır. Burada gəldik ki, səhər yeməyi yeyək. Daha sonra vaxta gedərik. Hava da çox gözəl idi orada. Tam bir gəzmək havası idi. Belə olduqda uşaqla da rahat olur gəzmək. Yusif də çox sevdi buranı. Həyətində uşaq zonası, kaçelilər, sürüşkənlər var idi deyə heç getmək istəmirdi. Neredesin? Yarpaqların çoxu tökülmüşdü. Təsadüf ağaclar da belə qalmışdı, amma çox gözəl görsənir. Daha sonra yol kənarında alma, mandalin falan aldıq. Və gəlib çatdıq. Qubada yerləşən Aysuya gəlmişdik. Buranı seçməkdə ən böyük səbəblərdən biri koteclərin arxa hissəsində meşənin olmağıdır və orada şəkillər, videolar daha gözəl görsənir. Amma təəssüf ki, o nəzərə almamışdım ki, artıq yarpaqlar yoxdur demək olar ki. Amma belə də qəşəng görsənirdi. Oralarda sizin üçün çəkəcəm. Və həmçinin də belə şirin olduğuna görə də çox sevmişdim. Daha belə yəni şirin, içdən görsənir. O biri otellər kimi, koteclər kimi yəni sadə deyildi. Bir də onu demək istərdim ki, yəni çox sakit və huzur verici bir yer idi. Halbuki yəni bizdən başqa da qalan insanlar var idi koteclərdə. Həmçində işçilər də çox idi, elə də az deyildi. Amma yəni çox sakit, yəni huzur verici bir yer idi. Hazır oldu və biz kotecimizə daxil olduq. Sizin üçün də ətraflı çəkmişəm hər bir şeyi. Mən çox bəyəndiyim üçün belə bir divan var idi, televizoru, mini barı. Burada tifal, çay, su falan qoymuşdular. Bu barda olanlar isə pulla idi. Yəni biraz baha idi. Yəni 1 litrlik su 5 manata falan idi. Biz onların onsuz da istifadə etmədik. Lazımlı deyildi. Yəni çünki 3 dəfə qidalanma daxil idi. Qiymətlər haqqında da məlumat vermək istəyirəm. Mən deməli hardasa bir 20 gün qabağa rezerv etmişdim. 130 AZN idi. 3 dəfə qidalanma daxil idi içinə. Yəni məncə çox yaxşı idi. Belə bir 2 dənə də otağı var. Bura əşyalarımızı yığmışdıq. Digər otaqda isə belədir. Burada şkafı da var. Onun içində də adyal, dəsmallar, yorğan falan var. Yəni təmizliyi də yaxşı idi, istiliyi falan da yaxşı idi. Yəni kombi idi. Daha sonra bizi günorta yeməyi üçün dəvət etdilər.
Daha sonra otağa gəldik, biraz dincəldik çünki yol insanı çox yorur. Əşyalarımızı yerləşdirdim çünki çamadanda qalanda yəni çox qarışıq olur, bilmək olmur ki, nə hardadır. Onları da yerbəyer etdikdən sonra özüm üçün çay dəmlədim. Yəni belə bir çay, kofe qoymuşdular orada. Hətta yaşıl çay da qoymuşdular. Və şam yeməyinə gəldik. Burada canlı musiqilər də olurdu. Və qızlar, sizə hədiyyəmi göstərmək istəyirəm. Əslində ad günüm günü bunu shortsda paylaşmışdım. Yəni kanalıma abunə olsanız daha tez görə bilərsiniz hər bir şeyi. Yoldaşım sağ olsun belə bir hədiyyə etdi mənim üçün. Çox bəyəndim. Bir xeyirli olsunuzu alırım. Və tortumuzu kəsib otağa gəldik. Çünki Yusif yatdığı üçün orada otura bilmədik. Otağa gəldik, otaqda çayla, tortla içdik. Və biz səhər yeməyimizi yeyib, çamadanlarımızı yığıb, maşına yığdıqdan sonra son dəfə burada gəzib çıxırıq. Çünki 12-də çıxış idi. Çıxıb Qusara gedəcəkdik. Əslində biz Qusara getmək istəmirdik. Daha doğrusu gəldiyimiz gün getmişdik, restoranda oturmuşduq, amma Şahdağa getmək fikrimiz yox idi. Sadəcə Qəçrişdə falan gəzərik. Sonra da oradan Bakıya qayıdarıq ki, probka vaxtına düşmərik deyə düşündük. Amma yoldaşım dedi ki, daha bura qədər gəlmişiksə Şahdağa da gedək. Amma buranın təbiəti, havası çox gözəldir. Havada belə olduqda insan daha da çox gəzmək istəyir. Şahdağa girməyimizlə elə çıxmağımız 10 dəqiqə çəkmədi. Çünki uşaqla atraksiyonlara minmək də alınmadı. Yenə qar olsaydı şəkil falan çəkdirərdik. Daha sonra çıxdıq oradan. İrəlidə Lazda kəndi var. Ora gəldik. Səhv etmirəmsə bura Qusarın axırıncı kəndi olmalıdır.
Bu dağların başında çox az da olsa qar var idi. Və səhv etmirəmsə, keçən qış buranı sel evlər dağıtmışdı, hansı ki bu o kənddir. Belə dağların arasından sular axır, çox yəni təbii, təmiz sudur. Yoldaşım isə burada alma yuyub mənə verir. Biz artıq evə qayıdırıq, Qusardan çıxdıq, birbaşa yəni şəhərə qayıtdıq. Çünki yenə harasa getsəydik, artıq probka vaxtına düşəcəkdik. Hələ yəni normal vaxtında gəlmişdik, yenə də probkaya düşdük. Nəhayət gəlib çatdıq. Çox ac olduğumuza görə, probkada da çox qaldığımıza görə heç bir yerdə otura bilmədik. Belə bir pizza aldıq. Bunu yeyib sonra isə işlərimə başlayacağım, çamadanı boşaltmaq falan. Artıq bu prosesləri çəkmək istəmədim ki, yəni çox sıxıcı olar eyni şeylər. Videoma sona qədər baxan hər kəsə təşəkkür edirəm. Kanalıma abunə olub like qoymağı unutmayın. Hələlik.